Xeyir olsun əziz müəllimlər və şagirdlər. Mən Şəfəq Cəlilova, tarix üzrə təlimçi. Bugün sizlərə xalqların böyük köçündən qısa məlumat verəcəm və Avropa Hun dövləti haqqında məlumat verəcəm. Ümumiyyətlə belə deyirik. Xalqların böyük köçü dedikdə biz nə anlayırıq, nə başa düşürük? Erkən orta əsrlərin başlanğıcında Hunların qərbə tərəf köçməsi ilə bir sıra tayfaların, bir sıra etnosların öz məkanlarını tərk etdiyi və Avropanın içərilərinə doğru keçirdiyi bir dövr xalqların böyük köçü dövrü adlanır. Ümumiyyətlə xalqların böyük köçü 4-cü əsrdə başlamışdır və 7-ci əsrdə Slavyanların Bizans ərazisində formalaşması ilə artıq başa çatmışdır, məskunlaşması ilə. Xalqların böyük köçü ərəfəsində biz 3 dənə əsas səbəbi göstəririk. Bir deyirik iqtisadi, bir deyirik siyasi, bir deyirik sosial. İqtisadi həmişə belə yadda saxlayın müəllimlər. Yəni tayfaların, otlaq sahələrin azalması. Siyasi səbəb tayfalar arasında toqquşmalar, Çin əsarəti və s. və əlaxır. Sosial isə əhalinin artımı başa düşürük, belə deyirik. Xalqların böyük köçü istiqamətində Hunların bir qismi İdil çayından deməli, yəni qərbə doğru yayıldı və alanlar da, qotlar da Qərbi Avropaya köç etdilər. Yəni burada alanlar və deməli qotlar, yəni belə deyək də, müəyyən ərazilərə məskunlaşmağa başladılar. Daha sonra deyirik ki, və yavaş-yavaş Qərbi Avropada quldarlıq quruluşunu feodalizm əvəz etməyə başladı. Digər bir qismi isə yoldaşlar Dərbəndə keçdi və oradan Azərbaycana, Ön Asiya və Azərbaycana gəldi. Böyük bir hissəsi Mərkəzi Asiyanın canına. Deməli nə dedik? Deməli dedik ki, xalqların böyük köçü ərəfəsində bir qism İdil çayının qərbinə doğru gedir, Qərbi Avropaya. Digər bir qism Dərbənd keçini keçir, Azərbaycana gəlir. Bir qism isə Mərkəzi Asiyada məskunlaşır və Slavyanların Bizansda məskunlaşması bitməyə başlayır. Ümumiyyətlə bizlər gəlin baxaq, biz Hunlar haqqında ilk məlumatlar harda əldə edə bilərik? Biz Çin mənbələrində, Şiz mənbələrində, eyni zamanda Gürcü mənbələrində, antik mənbələrində, hətta 2-ci əsrdə yaşamış Dionisi Perigidin xəritəsində də biz bu haqda deməli məlumat əldə edirik. Ümumiyyətlə belə deyirik. Eramızın ilk əsrlərindən başlayaraq Hunlar Çin əsarətinə düşməmək üçün onlar belə deyək də özlərinin iki dövlətini yaratdılar. Bir Avropa, bir də Axun dövləti. Qərbi Hunların ilk başında Tanrı xan dururdu. Tanrı xan artıq Hun Basil tayfaları Azərbaycanın şimalına doğru yürüş eləyirlər və burada onların gəlməsi haqqında bizə hansı mənbələr məlumat verir? Biz deyirik Bizans, biz deyirik Sasani, biz deyirik Gürcü məlumatlara. Bir də deyirik ki, Azərbaycandakı Gəlahun, Hun qalası, Hun dərəsi adlı toponimlər bizə bu haqda məlumat verir. Yaxşı, bəs bu dövlətin əsasını kim qoymuşdur? Bu tayfanın əsasını kim qoymuşdur? Onda deyirsiniz ki, bu tayfanın əsasını qoymuşdur, deməli Balamir. Balamir tayfanın əsasını qoymuşdur. Balamir deməli belə deyirik. Qot tayfaları ilə eyni zamanda alanlar üzərinə hücum edir və parlaq qələbə çalır. Eyni zamanda Don çayı istiqamətində də Azov ətrafı istiqamətləri, Terekdir, Kuban'da bu istiqamətləri ələ keçirir və nəticə etibarı ilə 4-cü əsrin 70-ci illərində özünün neyniyir? Böyük bir dövlətini yaradır və bu Avropa Hun dövləti olmuşdur. Belə deyirik, Avropa Hun dövlətinin ilk hökmdarı Balamir xan olmuşdur. İşğal etdiyi ərazilər, deməli alanlar Don və İdil çay istiqamətində, eyni zamanda Oskotları, eyni zamanda deməli Şimali və Qara dəniz istiqamətlərində, Dunay çay istiqamətində hərəkət elədilər və Don çayından Azov ətrafını, Tereki, Kubanı, hətta Krımda qotları belə məğlubiyyətə uğratdılar. Daha sonra biz deyirik ki, yoldaşlar, 434-cü ildə Attila və onun qardaşı Bleda gəldi. Amma 445-ci ildə Attila dövləti tək idarə etməyə başladı. Biz hətta verilən məlumatlara görə biz Attila haqqında belə deyirik ki, Avropalılar Attilanı dünyanı titrətmək üçün doğulan, Tanrı qırmancı Attila, hətta Avropa tarixçiləri Attilanı İskəndərlə və Sezarla oxşar deməli aparmışdılar. Biz deyirik ki, yadınızda belə qalsın,
434-cü ildə və 447-ci illərdə Bizanslarla hücumlar olmuşdur. Bu Balkan səfəri deyilir. Deməli, yəni birinci 434-cü ildəki müqavilə imzalayıblar və burada əsas qabağınıza tezsə nəyi götürəcəksiniz? Deyir ki, ticarət əlaqələrini bu Bizans ərazisidir yoldaşlar. Deməli, bu Bizans ərazisidir. Deməli, bu da Qərbi Hun dövlətinin deməli ərazisidir. Deməli, Qərbi Hun dövlətinin ərazisini götürəcəksiniz. Və 34-cü ildə və 47-ci illərdə müqavilələr imzalanmışdır. İkinci dəfə 47-ci ildə artıq belə deyək, Bizans imperatorları hər vasitə ilə müqaviləyə tabe olmurdular. Ona görə də yenidən Konstantinopolun qala divarlarına qədər gəldi, amma illik bac verərək məcburiyyət qarşısında qalaraq deməli onu demək razı oldular. Artıq növbət dəfə belə deyək 434-cü ilin müqaviləsi ilə Hunlar qərbdəki hakimiyyətini möhkəmləndirməyə nail oldular. 452-53-cü illərdə artıq və 51-ci illərdə 51-52 bu illərdə Roma ilə, Qərbi Roma ilə biz deyirik ki, Bizansda yürüşü zamanı Qaliyaya hücum eləyir. Yəni indiki Fransa ərazisinə yürüş eləyir, yəni bu istiqamətə və bu istiqamətə hücum edən zaman oranı deməli Burqundiyanı ələ keçirir və Fransanın Orlean şəhərinə çatır. Və 451-ci ildə burada Katalım döyüşü baş verir və həmin Katalım döyüşündə heç tərəflər arasında heç biri uğur qazanmır. Növbət dəfə artıq belə deyək 452-ci ildə Qərbi Roma Attila Qərbi Roma imperiyasının bir sıra ərazilərini öz əlinə keçirir və xeyli qənimət əldə edir və artıq Romaya qədər gəlir, amma Romanı tutmur. Bu zaman Roma papasının xahişləri ilə o deməli şəhəri tutmayaraq üstünlük əldə edir. Və belə deyirik yoldaşlar, 453-cü ildə o müəmmalı şəkildə vəfat edir və İtaliya səfərindən sonra Sasanləri özünə tabe eləmək üçün o müəmmalı şəkildə deməli vəfat edir və belə deyək, onun ölümündən sonra artıq imperiya dağılmağa başlayır və dağılmasının səbəblərindən biri də imperiyanın tabeliyində olan xalqların çıxışı olmuşdur. 453-cü ildə vəfat edir və 470